Səsləməyə ki, İddia olunur ki, bu otaqdakılar dəfələrlə zəhərlənib və hallar pisləşib. biz hər gün ofisin içində zəhərlənirik. Ölüm olmalıdır ki, buna reaksiya versinlər. Bizi faktiki şantaj edirlər. Niyə belə qaçırsınız ki, gizlənirsiniz? Yəni nə var burada? Paytaxtın Xətai rayonu Ağşəhər Mərkəzi Bulvar küçəsi 5 ünvanındakı obyektin sahibi iddia edir ki, ərazidəki MTK-nın texniki otağında kombi quraşdırılarkən qaydalara əməl olunmayıb və bu da qaz sızmasına səbəb olur. Nəticədə insanlar zəhərlənir. İl yarımda artıq biz dəm qazından, bir də təbii qazın sızmasından əziyyət çəkirik. MTK kombini bizim havalandırma olan yerdə quraşdırıb, təbii qazın da sızması var, lakin qaldırılmır. Bu sızmanı priborlarla qeydə almışıq, sübut edirik ki, bəli, təbii qazın da sızması var, dəm qazın da sızması var. Bu faktiki qaz sızmasını göstərir və bu kommunikasiya deşikləri ilə bu qaz hamısı qalxır. Bizim ofisə dolur. Dəfələrlə, yəni əməkdaşlar da, yəni şəxsən mən də zəhərlənmişik və toksikologiya müraciət eləmişik. Əlimizdə arayışlar var. Bunu məqsədli şəkildə quraşdırıblar orada. Bizi faktiki şantaj edirlər pul müqabilində. Yəni bu problemi aradan qaldırmağa hazırdılar. Nə qədər pul? 200 min manat versək, həmin kombiləri oradan daşımağa hazırdılar. Biz məhkəməyə müraciət etdik deyə müvəqqəti təminat tədbiri ilə bağlı, deməli qazın dayanılması ilə bağlı. Azəriqazın əməkdaşları 3 nəfər, deməli 12 yanvar 2026-cı il tarixində saxta akt tərtib ediblər ki, güya yoxlama keçiriblər və heç bir problem yoxdur. Yəni bunun saxta olduğunu hardan bilirsiniz? Video kameralar müşahidə etmişik, yoxlamışıq. Həmin tarixdə o otağa içəri keçən olmayıb. Öz, yəni idarələrindən çölə çıxmadan bu aktı tərtib edib məhkəməyə üçün təqdim etmək üçün veriblər. Bu MTK ilə bağlı şikayət var. Bizə ən azı komendant lazım ki, ondan soruşaq görək nə qədər doğrudur deyilənlər. Çağırıram. Gözləyir. Danışdınız komendantla. Ofisdədir də yəqin ki. Ofisardadır bəs? Məlumatım yoxdur. Burada işləyirsə bilmirsə ofisardadır. Yox. Niyə belə qaçırsınız, gizlənirsiniz? Yəni nə var burada? Dəfələrlə bu barədə deməli Fövqəladə Hallar Nazirinə, Azəriqaza müraciətlər eləmişik. Lakin hələ də bu problem mövcuddur və biz hər gün ofisin içində zəhərlənirik. Sonra artılan MTK-dan bildirildi ki, onlara qarşı səslənən iddialar tamamilə əsassızdır. Aidiyyatı dövlət qurumları dəfələrlə əraziyə dəvət olunaraq baxış keçirilib və irəli sürülən iddiaların gerçək olmadığı müəyyən edilib. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, mövcud qanunvericiliyə əsasən mənzillərin qaz təchizatı ilə bağlı məsələlər Nazirliyin səlahiyyətlərinə aid deyil. Azərqaz İstehsalat Birliyindən isə yeni çoxmərtəbəli binaların qaz təchizatının onlara aidiyyatı olmadığı bildirildi. Neçə dəfə bizdə zəhərlənmə halları olub. İşçilərin neçəsi zəhərləniblər, təcili yardım çağırılıbdır. Zəhərlənmədən sonra ölüm olmalıdır.